Asan xidmətin açıq innovasiya platforması olan Asan AI Hub platformasının ilk çağırışlar üzrə qiymətləndirmə prosesi yekunlaşıb. Məqsədi Azərbaycanda süni intellekt sahəsində fəaliyyət göstərən tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal mühitdə bir araya gətirmək olan platformanın ilk çağırışları çərçivəsində 17 innovativ həll təqdim olunub. İlkin qiymətləndirmə mərhələsinin nəticələrinə əsasən hər çağırış üzrə ən yüksək nəticə göstərən 2 komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yekun mərhələdə isə hər çağırış üzrə qaliblər Digital Umbrella tərəfindən müəyyən edilib. Bütün bu prosesdə həmin o həllərin qiymətləndirilməsində Beynəlxalq Ekspert Şurası da iştirak edir ki, bu prosesin daha obyektiv, daha sürətli olmasına da həmin qərar verən şəxslərə bir növ öz dəstəyini vermiş olur. Təbii ki, Asan AI Hub-ın fəaliyyəti yalnız açıq innovasiyanın təşkili ilə və yaxud da təşviqi ilə kifayətlənmir. Eyni zamanda biz istifadəçilərimizə onlayn süni intellekt kursları da təqdim edirik qlobal platformaların əməkdaşlıq çərçivəsində. Və bunun nəticəsində artıq 1000-ə yaxın istifadəçi bundan faydalanıbdır və beynəlxalq səviyyədə tanınan sertifikatlarını da əldə ediblər.